Salam, hər vaxtınız xeyir olsun. Mən Validə Əlizadə. Bu gün sizlərlə major və minor qammalarını, diyezli və bemolli qammaları sadə yolla tapmağı öyrədəcəm. Gəlin baxaq. Birinci heç bir işarəsi olmayan qammamız do major qammasıdır. Do major qammasında heç bir alterasiya işarəsindən istifadə olunmur. Yəni sıfır işarəli qammadır. Bundan sonra bir işarəli qammanı tapmaq üçün mən nə etməliyəm? Do major səsindən 5 pillərini yuxarı saymalıyam. 1, 2, 3, 4, 5. Do, re, mi, fa, sol. Gəlib çıxıram sol səsinə. Demək ki, sol major qamması bir diyezli qamma olacaqdır. Sol, la, si, do, re, mi, fa diyez, sol. Sol major qammasında bircə diyezimiz var, o da fa diyez səsidir. Yəni do majordan sol majoru necə tapdım? Do major 0 idi. 5 pillə gəldim, saydım, düşdüm sol majora. Sol majorun bir işarəsi var, o da olacaqdır fa diyez. Sol major qammasından 2 diyezli qammanı tapmaq üçün nə etmək lazımdır? Sol major qamması bir diyezli qammadır. 2 diyezli qammamız isə re major qammasıdır. Bunu necə tapırıq? Sol səsindən 5 pillə saymaqla 1, 2, 3, 4, 5. Sol, la, si, do, re. Re major qammasının 2 işarəsi var. Fa diyez və do diyez işarələri var. Aha, demək sol major 1 diyezli idi, re major 2 diyezli. Necə tapdıq? Soldan reyə 5 pillə saymaqla. Solu necə tapmışdıq? Doldan sola, demək 5 pillə saymaqla. Soldan da reyə 5 pillə saymaqla. İndi 3 diyezli qammanı tapmaq üçün re səsindən 5 pillə saysaq hara gedəcək? La səsinə gedəcək, düzdür? Demək, re major qamması 2 diyezli qammadır. La major qamması isə 3 diyezli qammadır. Buradakı diyezlər fa diyez, do diyez, sol diyez. La major qammasında fa diyez, do diyez, sol diyez işarələri var və 3 diyezli qammadır. İndi la major qammasından dedi ki, bu 3 diyezlidir. 4 diyezli qammanı tapmaq üçün tez la səsindən 5 pillə sayıram. La, si, do, re, mi. Mi səsinə gəlib çıxırıq. Mi major qammasının demək ki, neçə işarəsi var? 4 işarəsi var. Bax, mi bemol, mi diyez demək olmaz. Mi, təmiz miyə düşdüm. Mi major qammasında 4 işarə var. Fa diyez, do diyez, sol diyez, re diyez işarələri. Mi major qammasının səs qatarıdır. Mi major qamması 4 diyezlidir. İndi 5 diyezli qammanı tapmaq üçün mi səsindən 5 pillə sayacağıq. 1, 2, 3, 4, 5. Gəlib düşdüm si səsinə. Düzdürmü? Demək ki, si major qammasının neçə işarəsi var? 5 işarəsi var. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez işarəsi. Bu si major qammasının işarələrinə aiddir. İndi si major 5 diyezlidir. Bəs 6 diyezli qammanı tapmaq üçün nə etmək lazım olacaq bizə? 6 diyezli qammanı tapmaq üçün si səsindən 5 pillə sayacağım. 1, 2, 3, 4, 5. Gəlib düşür fa'ya. Artıq yadımızda saxlamalıyıq ki, si major qammasında fa diyez səsi olduğuna görə fa'nı boş götürmək olmaz. Diyezli qammadan danışırıqsa artıq burada fa diyez götürəcəyik. Sadəcə bu, yəni bundan əvvəlki səslərin adında diyez yox idi. Amma bu qammanın səsinin adında diyez var. Bu qamma olacaqdı 6 diyezli qammamız, fa diyez major qamması. Necə tapdıq? Si səsindən 5 pillə saymaqla 1, 2, 3, 4, 5. Gəldim, çıxdım bura. Fa diyez major qammasında 6 diyez var. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez, mi diyez işarələri. İndi sizinlə 6 diyezli qammanı öyrəndik. Fa diyez major qamması. 7 diyezli qammanı öyrənmək üçün fa diyezdən tez 5 pillə sayırıq. 1, 2, 3, 4, 5. Aha, bax gəlib düşürəm do'ya. Amma do götürə bilmərəm. Do diyez götürəcəm. Çünki fa diyez major qammasında do diyez işarəsi var. Təkcə do diyezi götürəm, yəni do'nu təmiz götürə bilmərəm. Do diyez götürəcəm. 1, 2, 3, 4, 5. Fa diyezdən fa, sol, la, si, do, amma do'nun diyezini götürəcəm. Do diyez major qamması 7 diyezlidir. Burada olan bütün notların hamısı diyez olacaq. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez, mi diyez, si diyez.
do diyez major qammasının diyezləri olacaqdır. Demək, indi do diyez major qammasını necə tapdıq? Fa diyez major qammasından 5 pillə saymaqla. Fa diyezi necə tapdıq? Si major qammasından 5 pillə saymaqla. Si'ni necə tapdıq? Demək, mi major qammasından 5 pillə saymaqla tapdıq. Bu cümlə 5 pillə, 5 pillə, bu sadəcə diyez qammalarına aid olacaqdır. Bu belə. İndi baxaq görək diyez qammalarının diyezlərinin ardıcıllığını necə bilməliyik? Məsələn, sadəcə birinci yadımızda saxlayırıq. Sol major qammasında fa diyez işarəsi var. Bunu əzbərləyirəm. Düzdür? İndi diyezlərin arasında demək ki, 5 pillə olacaq. Məsələn, fa diyezdən 5 pillə sayaq, hamısı diyezdir. Fa, sol, la, si, do, do diyez. Do diyezdən 5 pillə sayaq, sol diyez. Sol diyezdən 5 pillə sayaq, sol, la, si, do, re, re diyez. Re diyezdən 5 pillə sayaq, re, mi, fa, sol, la, la diyez. La diyezdən 5 pillə sayaq, la, si, do, re, mi diyez. Mi diyezdən 5 pillə sayaq, mi, fa, sol, la, si diyez. Bax, bu şəkildə diyezlərin arasında 5 pillə getməkdən biz bunları tapa bilərik. Məsələn, fa diyez bildin ki, sol major qammasının işarəsidir. İndi mən fa diyezin yanına ikinci diyezi yazmalıyam ki, re major qammasının diyezlərini tapım. Bunun üçün də tez fa diyezdən 5 pillə sayıram. Fa, sol, la, si, do diyez. Ona görə də re major qammasının ikinci diyezi olacaqdır do diyez qamması. İndi gəlin sizi ilə bemollü tonallıqlara baxaq, görək onlarda necə tapacağıq. Bemollü tonallıqları tapmaq üçün ən birinci qammamızı yadımda saxlayırıq. Bir işarəli qamma olan fa major qamması. Bunu əzbərləyirəm. Fa major qammasında bir bemol var, o da si bemoldur. Bir işarəsi var. İndi növbəti 2 bemollü qammanı tapmaq üçün nə edə bilərəm? Fa səsindən 4 pillə sayıram. Fa, sol, la, si bemol. Niyə görə si yox, si bemol götürdüm? Çünki fa major qammasında si bemol işarəsi olduğuna görə. İndi 2 bemollü qammamız olacaq si bemol major qamması. Yaxşı mı? İndi 3 bemollünü tapmaq üçün si bemoldan 4 pillə sayıram. Si, do, re, mi bemol. Yenə mi bemolə gəldim. Mi bemol major qammasının 3 bemolü var. Si bemol, mi bemol, la bemol işarələri olacaqdır. Mi bemol major qammasını necə tapdıq? Si bemol major qammasından 4 pillə saymaqla. Bax, diyezlərdə 5 pillə idi, burada isə 4 pillədir. Və fa'dan başqa hamısının işarəsində bemol olacaqdır. Baxaq görək indi. Gəldik mi bemol major qammasına. 3 bemollü qamma. Mi bemol majordan 4 pillə sayıram. Mi, fa, sol, la bemol. Demək, mi bemol major 3 bemollüydü, la bemol major olacaqdı 4 bemollü qamma. Onun da işarələri si bemol, mi bemol, la bemol, re bemol. Bunlar hamısı bemolla bağlı olacaq. La bemol major 4 bemollüdür. 5 bemolü tapmaq üçün la bemoldan 4 pillə sayıram. La, si, do, re bemol. Yenə bemol götürürəm, bax fikir ver. Re bemol. Demək, la bemol major qamması 4 pilləlidir. Re bemol major qamması isə 5 pilləli olacaqdır. 5 bemollü olacaqdır. Onun bemolları si bemol, mi bemol, la bemol, re bemol, sol bemol işarələridir. Düzdür? Re bemol major qamması 5 işarəlidir. Bəs 6 bemollü qammanı tapmaq üçün nə edirəm? Yenə 4 pillə sayıram. Re, mi, fa, sol bemol. Düzdürmü? Sol bemol major qammasına gəldik. Sol bemol major qammasında 6 bemol var. Si bemol, mi bemol, la bemol, re bemol, sol bemol, do bemol. 6 bemol var sol bemol major qammasında. Sol bemol major qamması 6 bemollüdür. 7 bemollü qammanı tapmaq üçün 4 pillə gəlirəm. Sol, la, si, do bemol. Do bemol major qamması olacaqdır 7 bemollü qamma. Bütün hamısı bemoldur. Si bemol, mi bemol, la bemol, re bemol, sol bemol, do bemol, fa bemol. Hamısı bemollardan ibarətdir. Do bemol major qammasından öncəki gələn qamma hansıdır? Baxaq görək, tez 4 pillə aşağı düşürəm. Do, si, la, sol bemol. Sol bemol majordan öncəki gələn qamma hansıdır?
sol, fa, mi, re bemol major. Düzdür? Belə bemolların sayını tapırıq. Bir vərəq çıxardırıq əgər əzbərləyə bilmiriksə. Fa major qammasında bir bemol yazdım. Si bemol major qammasına qarşısına 2 yazıram. Hesablayıram, yazıram və beləcə sadə tapa bilirəm. İndi bemolli qammalarda bemolların ardıcıllığını necə öyrənmək olar? Məsələn, fa major qammasında bir bemol var, o da si bemolumuzdur, düzdür? İndi biz baxaq görək, məsələn, bildik ki, tutaq ki, fa majordan 4 pillə saydım, si bemol majora gəldim. Si bemol majorun 2 işarəsi var. İşarələri tapa bilmirəm, nə etməliyəm? Birinci işarəni bilirəm ki, si bemoldur. İkinci işarəni tapmaq üçün birinci bemoldan 4 pillə sayacağıq. Si bemol, do, re, mi bemol. Mi bemol işarəsinə gəldim. Fikir verin, diyezli qammalarda 5-5 sayırdıq. Bemolli qammalarda isə 4-4 sayırıq. 1, 2, 3, 4. Mi bemol major olacaqdı. Si bemol, mi bemol olacaqdı nəyin? Si bemol major qammasının işarələri. Si bemol, mi bemol. İndi növbəti işarəni tapmaq üçün mi bemoldan 4 pillə sayıram. Mi bemol, fa, sol, la bemol. Düzdürmü? Növbəti işarəni tapmaq üçün yenə 4 dənə sayıram. La bemoldan 4 pillə. La bemol, si, do, re bemol. Hamısı bemoldur. Re bemoldan yenə 4 pillə sayıram. Re bemol, mi bemol, fa, sol bemol. Sol bemoldan yenə 4 pillə sayıram. Sol bemol, la bemol, si bemol, do bemol. Do bemoldan yenə 4 pillə sayıram. Do bemol, re, mi, fa bemol. Bu cürlə bemolları saya 4 pillələr demək, qammanın işarələrini ardıcıl şəkildə gözəl səliqəli tapa bilərik. Bunun üçün vaxt lazımdır və sakit şəkildə, təmkinli şəkildə oturub bircə yazıb məşq edib tapmaq lazımdır. Bu belə. İndi major qammalarının paralel minorları necə tapılır? Major qammalarının paralel minorları bu üsulla tapılır. Məsələn, deyək ki, do major qamması. Paralel minoru la minor qammasıdır. Mən bunu necə tapa bilərəm? Do səsindən aşağı istiqamətdə bir ton yarım düşməklə. Məsələn, do ilə si səsinin arası yarım tondur. Si ilə la'nın da arası bir tondur. Arasında qara yoxdursa o yarım tondur. Arasında qara varsa o bir tondur. Bir ton yarım olacaqdır la səsinə düşürəm. Bax, do'dan bir ton yarım düşdüm, la səsinə gəldim. Demək, do major qammasının paralel minoru la minor qammasıdır. İndi baxaq görək sol major qammasının paralel minorunu necə taparam. Tez sol majordan bir ton yarım aşağı düşürəm. Sol ilə fa'nın arası bir ton, fa ilə mi'nin də arası yarım ton. Elib bir ton yarım. Demək, sol major qammasından bir ton yarım aşağı sayanda gəlib çıxıram mi səsinə. Olurmu mi minor qamması? Bəli, olur. İndi bunu demək ki, niyə tondan sayıram? Çünki diyez, bemol və s. bunlar qarşımıza çıxanda səhv salmayaq deyə. Məsələn, deyək ki, si major qammasının paralel minorunu hesablayıram. Si major səsindən tez aşağı istiqamətdə bir ton yarım düşürəm. Si ilə la'nın arası bir ton. Bu səs si ilə la ilə sol diyezin də arası yarım ton. Belə olanda yarım ton olur. Belə olanda bir ton olur. Belə olanda yarım ton olur. Demək, si səsindən bir ton yarım düşdüm. Elədi si majorun paralel minoru sol diyez minor. Yadınızda qalsın. Sol diyez minor. Sonra baxaq görək, məsələn, deyək ki, la bemol major qammasının paralel minorunu axtarıram. La bemol major paralel minorunu tapmaq üçün. La bemol ilə solun arası yarım ton, sol ilə fa'nın arası bir ton. Elədi bir ton yarım, demək, la bemol major qammasının paralel minoru fa minor qammasıdır. Bu belə. İndi tutaq ki, re major qammasını dedik deyəsən, qoy olsun bemollardan mi bemol major qamması. Mi bemol major qammasından tez bir ton yarım aşağı düşürüb, mi bemol ilə bunun arası yarım ton, bununla bunun arası bir ton. Elədi, gəldim, düşdüm do səsinə. Demək ki, mi bemol major qammasının paralel minoru do minor qamması olacaqdır. İndi demək ki, minor qammalarını ardıcıl necə tapmaq olar, ona baxaq. Məsələn, işarəsiz diyezlilərdə minor qamması la minordur. Heç bir işarəsi yoxdur.
Əgər bir diyezli minor qammasını tapmaq istəyirəmsə, yenə 5 pillə sayacağam. La, si, do, re, mi. Mi minorun məsələn bir işarəsi var. Mi minordan 2 diyezli minor qammasını tapmaq üçün təzədən 5 pillə sayacağam. Gələcəm si'yə. Si minor qammasının 2 diyezi var. Paralel majoru re majordur. Belə-belə hesablaya bilərsiniz. Əgər mənə minoru versə və majoru sorsa, minoru verib mənə, balacanı verib, böyüyü istəyirsə yuxarı doğru gedəcəm. Məsələn, deyir si minor qamması hansı majorun paralel minorudur? Si minorun hansı majorun minoru olduğunu tapmaq üçün artıq bir ton yarım yuxarı gedəcəm. Yəni si ilə do'nun arası yarım ton, do'la re'nin arası bir ton. Elədi bir ton yarım. Si minor qamması demək ki, re major qammasının paralel minorudur. Minoru mənə verib majoru sorsa, yuxarı ton yarım sayacağam. Majoru mənə verib minoru sorsa, azaldıram da sola gedirəm. Bir ton yarım aşağı doğru sayacağam. Yadınızda qalsın.